Başqa bir, bunu da mən demək Kolumbiyadan gətirmişəm və kakaodur. Orada kakao ağacını mən ilk dəfə gördüm. Çox möhtəşəm bir yəni möhtəşəm bir ağaçdır. Yarpaqları yadda qalan. Fotosunu çəkdim, gətirdim, videosunu çəkdim. Ancaq ən əsası bu kakao heç yerdə bu Kolumbiyada olan qədər gözəl və dadlı deyildi. Çox gözəl, yəni kakao neyinir? Kakao da orqanizmi xeyli dərəcədə gücləndirir. Çox gözəl tamı var. O da yenə həzmi yaxşılaşdırır. Düzdür, məsləhət görürlər çox vaxtı bunu və bizim insanlar da biz də gözümüzü açandan onu südlə qəbul edirik. Ancaq təbii ki, süd olmasa da su ilə də qəbul etmək olar. Və ən əsası bu kakaonun fərqli tərəfi o idi ki, özünün tərkibində olan şirinlik dadı daha başqa yerdə gördüklərimdən daha üstün idi. Kolumbiyada öz də bunun texnologiyasını bilirsiniz də, kofe də Kolumbiyada çox yüksək keyfiyyətlidir Kolumbiyanın kofesi. Yəni kofedə xüsusilə migren ağrılarında, baş ağrılarında qan damarının divarını genişləndirmək üçün, beyin toxumasına gedən oksigeni və qanın miqdarını artırmaq üçün çox gözəl nəticədir. Biz hər zaman deyirik, gördün başın ağrıyır, migren tutmanı tutur. İlk növbədə təcili olaraq bir çay qaşığı kofeni bir stəkan isti suda həll elə və qəbul et. Bəzən görürsən elə həll edib qəbul edən kimi ağrını kəsir. Niyə? Dediyim kimi tərkibində kafein var. Kafein o işi görür. Ona görə də kofe ondan başqa da xüsusilə də şairlər, yazıçılar, elm adamları gecə işləmək istəyəndə kofedən istifadə edirlər ki, yatmasınlar və yaradıcıyla məşğul olsunlar. Ancaq digər insanlara məsləhət görürəm ki, axşam olanda kofe içməyin. Deyir, doktor, deyirəm, bəli, mən bilmirəm, mən niyə yata bilmirəm səhərə kimi? Fikirləşirəm, heç nə yox. Deyirəm, kofe içmirsən? Deyir, nətər kofe içmirsən? Kofesiz olar. Deyirəm, kofe səni qoyar yatmağa. Kofe nə balacadır? Yəni, axşam olanda nə kofe, nə də rəhli tünd çay, qara çay. İçmək olmaz. Onun da tərkibində kofe var, o da yuxunu qaçırır və yatmağa qoymur.